Təşəkkür edirəm Kövsər müəllim. Mən də əziz dostlarımı salamlayıram, şübhəlimi salamlayıram. Bugün, əziz dostlar, mən belə bir başlıq altında öz fikirlərimi sizə çatdıracağım. Allah vardırsa nə vardır, Allah yoxdursa nə yoxdur. Qərb mədəniyyəti bəşəriyyətə böyük töhfələr vermişdir. Biz bugün bu mədəniyyətin nailiyyətlərindən eninə, boyuna istifadə edirik. Amma bu mədəniyyətin bəşəriyyətə etdiyi ən böyük yamanlıq da vardır. Bu yamanlıq Allahı ixtisara salan dünya görüşünü və həyat tərzini əsas götürməsi və bunu bütün dünyaya qəbul etdirmək istəməsidir. Bəli, qərb mədəniyyətinin öz təsəvvürləri, öz normaları, öz paradigmaları, öz prinsipləri var, öz anlayışları var. Bu mədəniyyət bütünlükdə profandır. Sakrallıqdan bu mədəniyyətdə, modern qərb mədəniyyətində əsər-əlamət yoxdur. Obrazlı ifadə ilə desək, bu mədəniyyətdə Allahı öldürüblər. Problem ondadır ki, bu mədəniyyət Allahsız yaşadığı kimi, bəşəriyyəti də Allahsız görmək istəyir. Düzdür, maarifçilik dövründən və bolşeviklərin o militant ateizmindən fərqli olaraq bugün bu mədəniyyətdə Allah yoxdur, siz də Allahsız olun deyə car çəkmirlər. Amma bu mədəniyyətin bəşəriyyətə təqdim etdiyi hər şeydə ədəbiyyat olsun, kino olsun, mədəniyyət olsun, incəsənət olsun, təhsil modeli olsun, orada Allahsızlıq vardır, insanın mütləq sərbəstliyi vardır, yəni nihilizm vardır. Qərb mədəniyyəti bugün bunu təqdim edir. Və əsla elə başa düşməyək ki, Allahı inkar adi bir inkardır. Allahı inkar elə bir inkardır ki, onun ucu çox şey gedib çıxır. Yəni, bu domino effektini oxşuyur. Bir daşı yıxdınsa, digər daşlar da yıxılır. Yəni, bugün Allahı inkar etməklə biz Allahla bağlı əxlaq kateqoriyalarını, mənəviyyəti inkar edirik. Yəni, Allahla bağlı mənəviyyət anlayışını inkar edirik. İnsana mənəvi varlıq kimi baxışı inkar edirik. Həyata teleoloji, yəni həyatda bir məqsəd axtarışını biz inkar edirik və deyirik ki, həyatda obyektiv məna yoxdur və həyat ontoloji olaraq absurddur. Mən öz müddəalarımı bəzi tezislər altında toplamışam və o tezislər haqqında sizə mən öz fikirlərimi çatdıracağım. Birinci tezisim belə səslənir. Allah yoxdursa, obyektiv məna yoxdur. İnsan tarixən həyata nə üçün gəldiyini, insan adlanan irqin, kosmos adlanan bir məkanda hansı statusa sahib olduğunu araşdırmışdır və axtarmışdır. Yəni, insan həyatda məna axtaran yeganə varlıqdır. Amma özünü və həyatı özü yaratmadığı üçün bu suala cavab tapa bilmir. Elm də bu işdə onun köməyinə gələ bilmir. Çünki elm həyatın necə yarandığını, mənşəyini, necə işlədiyini öyrənir. Amma həyatın nə üçün var olduğunu elm öyrənmir. Bu fəlsəfənin işi ola bilər, olsa. Bilirsinizmi, elm nə qədər möhtəşəm olsa da, həyatın məqsədinin tapılması məsələsində məhduddur. Mən bunu bəzən Firəngiz xalanın tortu misalı ilə izah eləmək istəyirəm. Təsəvvür edin ki, Firəngiz xala bir tort bişirir və onu gətirib qoyub ortaya. Biz bu tortun nə üçün bişirildiyini Firəngiz xaladan soruşmursaq, aramızda olan kimyaçılar nə qədər o tortu təhlil edirlərsə eləsinlər, onun nə üçün bişirildiyini heç vaxt müəyyənləşdirə bilməzlər, ancaq təxmin edirlərlər. Düzgün cavab Firəngiz xaladadır. Məsələn, gətirib ortaya böyük bir tort qoyur bilər, hamı düşünər ki, bizim üçün gətirib, çünki tort böyükdür. Amma Firəngiz xaladan soruşanda ki, tortu niyə bişirmirsən? Deyəcək ki, Müşfiq müəllimdən Elüsal müəllimə gətirmişəm. Məsələn, bilirsinizmi, biz və həyat da belədir. Bizi və həyatı yaradandan biz soruşmalıyıq. Nə üçün biz varıq və həyat nə üçün vardır? Bu ancaq bunun sirri Allahdadır, bunun cavabı Allahdadır. Maarifçilik dövründən etibarən insanoğlu, yəni Allahdan uzaqlaşan insanoğlu, bu suala Allahı ixtisara salaraq cavab tapmağa çalışır. Amma müraciət elədiyi materializm diskursu onun çaşqınlığını daha da artır. Görün, materializm ona nə cavab verir? Ey insanoğlu,
sən təbiətin təsadüfən yaratdığı spontan bir varlıqsan. Sən cansız materiya, zaman və təsadüfün məhsulusan. Təsadüfən yarandığın üçün sənin mövcudluğun ali qayəyə xidmət edə bilməz. Ona görə həyatda obyektiv məna axtarmır. Buna görə də Amerikalı antropolog, filosof Loren Eiseley insanı kosmik yetim adlandırır. Biz kosmosda yetim vəziyyətindəyik. Çünki Allah yoxdur. Deməli, həm yaradıcını dandığı üçün, həm də insanın təsadüfən yarandığı tezisini müdafiə etdiyi üçün Allahsızlıq insanın həyatdakı mənasının məramı və ali qayəsi sualına cavab verə bilmir və beləliklə insanı davamlı şəkildə onu məşğul edən suala tapılacaq cavabdan məhrum bıraxır. İkinci tezisim bunun əksi olaraq nədir? Allah varsa ali məna vardır, ali qayə vardır. Mücərrəd yaşamaq heç vaxt həyatı mənalı edə bilməz. Bioloji yaşamaq heç vaxt həyatı mənalı edəmir. Biz həyatın mənasını tapmaq üçün söhbət fərdlərin öz həyatlarına qazandırdığı subyektiv mənadan getmir. Bu əslində məna deyil. O məşğuliyyət, insan özünü məşğul edir. Söhbət ali mənadan, ali qayədadır. Biz Allaha və əbədiyyətə inanmalıyıq. Bir də həqiqətin nə olduğunu bilməliyik. Həqiqət isə ilahi iradənin məzmunudur. Biz Allahın bizdən nə istədiyini öyrənə bilsək, həqiqəti də öyrənmiş olacaq. Daha sonra Allah yoxdursa, ümid və təsəlli də yoxdur. Bu mənim ikinci tezisimdir. Əgər Allah yoxdursa, əbədi yox olma və mütləq ölüm vardır. Əbədi yox olma və mütləq ölüm vardır. Yəni, əbədiyyət yoxdur, o dünya yoxdur, axirət yoxdur. İnsan necə təsadüfən yaranıbsa, əbədi də olaraq yox olub gedəcəkdir. Yəni, hər bir şey o cümlədən insan əbədi olaraq yox olmağa məhkumdur. Əgər əbədiyyət deyilən şey mövcud deyilsə, həyat qəbirə doğru dayanmadan şütüyən maşını xatırladır və bu maşının içində bizim kosmik yetim vardır. Bilirsinizmi, əbədi olaraq yox olmaq və əbədi olaraq itmək çox vahiməli histir. Fransız eksistensializminin əsas nümayəndələrindən Jean-Paul Sartre deyirdi ki, əgər əbədi olaraq yox olacaqsa, dünyada bir neçə saat qalmaqla illərlə qalmaq arasında prinsipcə heç bir fərq yoxdur. Bilirsinizmi, Allah Quran-ı Kərimdə buyurur, Əstəizu billah vəl-əsr innəl insənə ləfi xusr. And olsun zamana, həqiqətən də insan zərər içərisində. Yəni, zamanla yarışa bilməz insan. Nə qədər çox yaşayırsansa yaşa, zamana qalib gələ bilməzsən. 100 il, ən çoxu 100 il yaşa, 120 il yaşa və varlığınla dünyanı məşğul elə. Əgər əbədi olaraq yox olacaqsansa, sənə verilən o 100 il, o ölümün fonunda bir şey ifadə eləmir. Çünki sən əbədi olaraq yox olacaqsan və heç nə yoxdur. Allah yoxdursa, ümid və təsəlli yoxdur. Xərçəng xəstəliyinə tutularaq, labüd ölümlə üz-üzə qalan bir insanı bu dünyaya aid heç bir şeylə təsəlli edə bilməzsiniz. Bu dünyaya aid olan elm onu xilas edə bilmir. Bu dünyaya aid olan pul xərçəng xəstəsini sağalda bilmir. Yəni, ölür o labüd olaraq. Təbabət bu problemin öhdəsindən gələ bilmir. Dostların yanında olmağı onu sakitləşdirmir. O başa düşür ki, mən əbədi olaraq gedirəm. Məni dünyaya aid heç bir şey xilas edə bilməz. Məsələyə tək dünyalı həyat prizmasından baxanda bu belədir. Amma insan uşaqlığından etibarən iki dünyalı bir həyat tezisini mənimsəyibsə, Allah imanla böyüyübsə, sonradan elmlə, mütaliə ilə bu inancı möhkəmləndiribsə, o insan üçün həyatda 3 həqiqət vardır. Amma inansızlar üçün 2 həqiqət var. Birincisi ölümdür, birincisi həyatdır, ikincisi ölümdür. Ölümün fonunda ali həqiqət, həyat kiçik bir həqiqətdir. Ölüm ali həqiqətdir.
Amma iki dünyalı həyat prinsipində 3 həqiqət var. Həyat var, ölüm var, Allah var. Ölüm burada son deyil, ortadadır. Ən ali gerçəklik isə Allahdır. Bu insana mənlə təsəlli verir. Bilirsiniz, biz seçimin nə qədər talih yüklü olduğunu başa düşürükmü? Allaha inanmırıq, ümid və təsəlli yoxdur. Allaha inanırıq, ümid və təsəlli vardır. Əgər Allah mövcud deyildirsə, bizə qalan yeganə şey ümidsizlikdir. Friedrich Nietzsche'nin ifadəsi ilə desək, əgər Allah ölübsə, insanlar da ölüdürlər. Onun bir şən elm əsəri var. Şən elm əsərində əlində çıraqla bazara girən bir dəlidən danışır. Səhər tezdən bu dəli əlində çıraqla girir bazara, deyir, mən Allah'a axtarıram. Nietzsche deyir ki, bazardakıların böyük əksəriyyəti Allah'a inanmadıqları üçün bunu lağa qoymağa başlayırlar və deyirlər ki, Allah yolunu azırmır. Bəziləri də kişidən deyir ki, yəqin Allah harasa gedib, ya səfərə çıxır. Bizim bu dəli adam, əslində adam dəli deyil, oradakilərdən da ağıllıdır. Çünki əsas həqiqəti görə bilir. Görün, nə deyir onlara? Əlindəki çırağı atır və iti nəzərlərlə bu insanlara baxır. Və deyir ki, Allah hara gedib, deyilmir, hara gedib Allah. Biz, yəni sizlər və mən onu öldürmüşük. Hamımız onun qatilləriyik. Amma biz bunu necə etmişik? Dənizin suyunu necə oldu ki, biz içib qurtara bildik? Üfüqlərdəki boyanı silmək üçün süngəri bizə kim verdi? Biz nə etdik? Dünyanı bir günəşindən qopardıq. İndi o hara gedir? Bütün günəşlərdən uzağa. Biz dayanmadan sönmürükmü? Qüruba getmirikmi? İntihasız heçliyin içərisindən yolumuzu azaraq var-gəl etmirikmi? Bilmirik, nə edək? Boş fəzanın nəfəsini hiss etmirikmi? Daha da soyuq deyilmi? Daha da qaranlıq gecələr qapımızı döymürmü? Məgər biz Allahı dəfn edən məzarçıların səsini heç eşitmirik? Allah ölmüşdür. Onu biz öldürmüşük. Ondan sonra biz qatillərin qatili özümüzə necə təsəlli verəcək? Bax, sonuncu cümlədə hər şey. Əgər Allahı həyatımızdan çıxarsaq, insan özünə mənəvi müstəvidə bu qədər istirabların fonunda ən əsası isə ölüm adlanan bir məşum kabusun fonunda özünə hansı təsəlli verir? Nəhayət, sonuncu tezisini sizin diqqətinizə çatdırıram. Həqiqi mənim dəqiqələrim var. Allah yoxdursa, obyektiv əxlaq və obyektiv dəyər yoxdur. Qətiyyən mən Allah yoxdursa, əxlaq və dəyər yoxdur demirəm. Obyektiv əxlaq və obyektiv dəyər yoxdur deyirəm. Allah yoxdursa, bizim davranışlarımız aqibətimizi müəyyənləşdirir. Bu bir tezisdir. Əgər həyat qəbirdə başa çatırsa, bizim necə yaşamağımızın, moralist yaxud amoralist olmamızın heç bir fərqi yoxdur. Yəni, kiminsə davranışları aqibəti onun davranışlarından asıl deyil. Ona görə istədiyi kimi yaşayırlar. Bu səbəbdən Rus əsilli Amerikalı yazıcı, filosof Ayn Rand deyirdi ki, egoizm qədər nəcib keyfiyyət yoxdur. Buna dair bir əsər yazmışdır. Yəni, özün üçün yaşa. Sən heç kim hesaba çəkən deyildir. Əxlaqi müstəqdən gedir söhbət. Və yəni, yoruluz. Sənin həyatın sənə qəbirlər. Enjoy yourself. Özün üçün keyf edə. Kimsə nə deyirlər? Öz həyatındır. Yetkin insansan. Əsas sənin fərdi xoşbəxtliyidir. Kimsə sənin üçün maraqlı deyil. Əslində bir baxımdan Allah olmasa, ali ideallar olmasa, mənəviyyat olmasa düz deyir. Yəni, başqasını düşünüb, özünü unutmaq əlbəttə ki, o baxımdan axmaqlıq olardı. Sənə həyat bir dəfə verilibdir. Yəni, başqalarının maraqlarını əsas götürüb, öz maraqlarını kənara ataraq, yaşamaqla həyatı riskə atmaq axmaqlıq olardı. Qısadır, qısa həyatdır. Sən niyə görə özünü qoyub başqalar üçün yaşamalısan ki? Niyə fədakar olmalısan ki? Niyə şəfqətli olmalısan ki? O baxımdan əxlaqın heç də həmişə rasional olaraq əsaslandırılması mümkün deyil. Bu nə vaxt baş verir? Müəyyən əxlaq norması fərdi maraqlarla ziddiyyət təşkil edirlər.
Məsələn, mən bir neçə misal götürəcəyim. Bəziləri deyir ki, Allah olsa da, olmasa da ağlım mənə deyir ki, sən burada əxlaqlı olmalısın. Deyirəm, doğrudur, düz deyirsən. Amma elə situasiyalar var ki, ağlın sən başqa şey deyir. Məsələn, 2002-ci ildə Amerikada bir qəza olmuşdu. Yəni, Potomak çayının üstündən uçan bir təyyarə qəzaya uğramışdı. Xilas edici vertolyot gələndə gördülər ki, bir dənə adam özü yəni o xilas edici kəndirdən tutmaq əvəzinə o soyuq suda hər kəsə kömək edib çıxarır. Növbətdə və vertolyot gələndə gördülər ki, adam ölür. Sizcə burada mənəviyyatın olmadığı bir dünyada mənəviyyat əsas götürülməzsə, sırf praktik, pragmatik ağıl nə deməlidir insana? Deməli ki, özünü xilas edirsən, nə edirsən? Demirik, yəni Allah yoxdur, təkamül var. Təkamül nədir? Yaşamaq uğrunda mübarizə, sən həyatda qalmalısan. Nəyə görə başqalar üçün? Sən həyatda qalmalısan, güclülər həyatda qalır. Ona görə də görürsünüz, ancaq moralist adamlar bunu edə bilir. Məsələn, bir ateist filosof var, Kyle Nielsen. O Why Be Moral kitabında deyir ki, mən özüm də bəzən bu sualın cavabını tapa bilmirəm. Bir tərəfdən iddia edir ki, bəli, ateizm, əxlaq Allahdan asılı deyil, o sırf rasional olaraq onu əsaslandırmaq mümkündür. Amma deyir ki, fərdi maraqlarla ziddiyyət təşkil edəndə, mən burada insan öz fərdi maraqlarını əsas götürməlidir, yoxsa əxlaq normasını əsas götürməlidir. Bunu deyə bilmirəm. Amma bir dənə tövsiyəm var, yenə də əxlaqlı düşünsün. Yəni, yenə də əxlaqlı düşünsün deyir. Başqa bir yerdə deyir ki, əgər bir insan tamamilə egoist davranırsa, bu onun şəxsi özünü yaxşı hiss etməsinə gətirib çıxarırsa, yəni fərdi xoşbəxtlikdən verirsə, mən ona bütünlükdə əxlaqlı ol deyə bilmərəm. Və yaxud başqa bir misal gətirmək istəyirəm sizə, söyüş söymək və yaxud cinsin dəyişdirilməsi. Bugün çox vaxt bizə nə aşılanır? İctimai yerdə söyüş söymək. Məyər söyüş söymək gözlüyündə yaxşı bir davranışdır ki, ictimaiyyət arasında olmaz, amma özlüyündə söyə bilərsən. Dinlər deyir ki, səni kimsə eşitdi, eşitmədi, söyləməlisən. Amma bugün 2 dənə gənc oğlandır, meşədədirlər, öz aralarında söyüş söyləyirlər. Sən kənardan gedirsən ki, niyə söyüş söyləyirsən? Deyəcək ki, kimsə eşidir, yox, özümüz bilərik. Sənə nə var? Onun da xoşuna gəlir söyüşünü danışmaq, mənə də xoşuna gəlir. Nəylə sən ona deyə bilərsən ki, olmaz? Olsa deyəcəksən ki, söyüş söyləmək doğru bir şeydir. Görürsünüz, rasional olaraq biz ispatlaya bilmirik ona bu məqamda olur. Yaxud cinsin dəyişdirilməsi, dinlər, bütün dinlər homoseksuallığı qadağan edir. Söhbət təbii ki, 2 cinsdə doğularaq, sonradan əməliyyat vasitəsilə ya kişiyə, ya qadına çevrilməkdən yetirir. Normal bir kişinin qadına çevrilməsi, normal bir qadının da kişiyə çevrilməsini bütün dinlər qadağan edir. Əgər bugün cəmiyyətdə təbliğ olunduğu kimi bir kişinin özünü qadın hesab edilməsi, yaxud bir qadının da özünü kişi hesab edilməsi, özünü ifadədə onu rahatladırsa və deyir ki, mən rahatlayıram, xoşbəxtliyi bunda görürüm, mən nəyə əsasən bunu davam edəcəm? Hansı rasional arqament gətirəcəyim ona? Çünki bugün onun üçün əsas olan fərdin xoşbəxtliyidir, fərdi hüquqdur. Amma din nə deyir? Sənin ağlın ona necə baxdı, baxmadı, bu şeyin haram olması səmaya aiddir. Və digər bir məsələyə də toxunum, nikahdan kənar cinsi münasibət. Bütün dinlər nikahdan kənar cinsi münasibəti haram hesab edir. Haram hesab edir, nikahdan kənar cinsi münasibət olmaz. Amma bugün 40 yaşlı bir qadının, 40 yaşlı bir kişi götürək. Kifayət qədər maddi təminatları var, işləyirlər, müstəqildirlər, ağıllı insanlardır və deyirlər ki, mən razı, o razı. Müstəqil qərarlarını özüm verirəm, öz həyatımda. Rasional cəhətdən mən necə deyə bilərəm ki, sən elədiyin səhvdir? Heç nə deyə bilmirəm. Görürsünüzmü? Fərdlərin maraqları ön plana çıxanda əxlaq kənara atılır. Hə, ona görə biz deyirik ki, obyektiv əxlaq ancaq səmaya aiddir. İnsanın müəyyənləşdirdiyi bir şey ola bilməz. Son olaraq, əgər Allah yoxdursa, mütləq yaxşı və pis yoxdur və bu
bir şeyin yaxşı və yaxud pis olduğunu insanların seçimləri müəyyənləşdirir. Belə olduğu təqdirdə isə böyük bir problem yaranır. Bir məsələdə fərqli cür davranan iki adamı nəyin əsasında mühakimə edə biləcək gələcəkdə cəmiyyət, dünya, bəşəriyyət onu müəyyənləşdirə bilməyəcəkdir. Hər birinizə təşəkkür edirəm.